Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Həftəlik açılımla qarşınızdayım. Gəlin baxaq görək 10 və 17 mart tarixində bizi nə gözləyir? Nə yenilik olacaq? Yenilik olacaqmı, yoxsa monoton mu keçəcək həftəmiz? Bu arada bayramımızı təbrik edirəm. Videonu bazar gün paylaşacağım da üzümüzə çərşənbə gəlir. Çərşənbə bayramımızı təbrik edirəm. İnşallah ki, Novruz bayramında da zaten bir video paylaşaram. Videom sırf izləyicilərimə aiddir. Kənar şəxslər izləməsin. Sizə heç bir halda, heç bir enerji ötürmürəm. Yalnız kanalımın abunəçilərinə, videomu bəyənənlər və kommentlərdə özünü göstərən insanlar sizə enerji ötürürəm. 3-7-3 enerjisi daim həyatınızda aktiv olsun. 3 variant olacaq. 2 və 3. Hansı dəstə ilə daha çox uyumlanırsınızsa, hansı dəstədə daha çox özünüzü görürsünüzsə, hansı dəstədə daha çox cavablar əldə edəcəyinizi düşünürsünüzsə, onu da seçin. Kimin üçün vaxt azdırsa videonu saxlaya da bilərsiniz, necə istəyirsiniz elə də eləyin. Amma artıq izləyicilərim çoxdanın izləyiciləri bilirsiniz ki, mən dəstələri qoyanda siz hiss eləməlisiniz ki, hansı dəstəni seçməlisiniz. Əgər seçə bilmirsinizsə, videonu başqa bir vaxtda izləyə bilərsiniz. Və yaxud da ki, videonu söndürün, yandırın, sonra təzədən yenə izləyin. Əsas odur ki, dəstə seçimində düzgün uyumlanın, düzgün seçin. Baxaq görək 10 və 17 mart tarixində bizi nə gözləyir? Belə deyim, 3 dənə baş arkan özünü göstərdi burada. Çox darıxırsınız elə bir, çox sıxılırsınız. Hər nədirsə, həyatınız əgər xoşbəxtçiliklə doludursa, mən bəzilərinizdə hər şeyin yaxşı getdiyini, bəzilərinizdə isə çox sıxıntılar içərisində olduğunuzu görürəm. Maddi cəhətdən də ola bilər bu. Və yaxud da ki, həyatınızdan insan gedib, ona görə də sıxılırsınız. Hər nədirsə, həftəniz monoton keçəcək. Yəni, nə addım görmürəm, çox təəssüf olsun. Nə işdən xəbər görmürəm. Yəni, monoton bir həftəniz, nə pis bir şeylər olmayacaq. İnşallah ki, olmayacaq da, yəni narahat olmayın. Monoton bir həftə. Həftəniz necədirsə, məsəl üçün, yaxşı keçirsə, çünki bir həftəlik bir vəziyyətə baxırıq da biz. Yaxşıdırsa hər şey, misal üçün sevdiyiniz insanla danışırsınızsa, elə də davam edəcəksiniz. Və yaxud da işləyirsinizsə, işdən yüksəliş gözləyirsinizsə, xeyr, elə bir şey olmayacaq. Sadəcə işə gedib gələcəksiniz. Yəni, artıq bir şeylər görmədim. Yəni, əsas odur ki, pis bir şeylər olmayacaq, narahat olmayın. Bəzilərinizdə sadəcə olaraq çox sıxıldığınızı görürəm. Sıxılırsınızsa da, yəni bunu demək məcburiyyətindəyim. Çox təəssüflər olsun ki, yəni həftəniz də elə sıxılaraqdan keçəcək. Yox, əgər hər şey yaxşıdırsa, sadəcə olaraq bir yenilik axtarırsınızsa, yenilik olsun və yaxud da ki, insandan sizə addım gözləyirsizsə, təəssüflər olsun ki, olmayacaq. Yəni çox pis şeylər də olmayacaq, narahat olmayın. Belə, birinci variant belə, zəhmət olmasa bəyənin və keçin. İkinci variantı seçənlər, gəlin baxaq görək. Sizdə nə görünür, sizdə nə olacaq? Baxaq görək. Sizin ketum deyir də türklər. Bir odun, öküz bir istədiyiniz insan var. Əslində ürəkdən, qəlbən çox duyğusal bir insandır. Özünü sadəcə olaraq elə göstərir ki, məndən başqa bu dünyada heç kim yoxdur. Bu insandan, bu ketum bir insanı siz sındıra bilərsiniz, ondan sizə addım gələcək. Gözləyin, gələcək. Bəzilərinizdə bu, siz hansı bürcləri gördüm burada? Tərəzi bürcünü deyə bilərəm mən. Tərəzi bürcü, qoç, şir, xərçəng, əqrəb və balıqlar bürcü. Əgər izləyənlər arasında bu bürclərdən varsa, bu insan sizə addım atacaq, gözəl və dəyərli izləyicim. Addım gözləyirsinizsə addım olacaq, işdən təklif gözləyirsinizsə işdən təklif olacaq, imtahanla bağlı nəsə gözləyirsinizsə həyata keçəcək, olacaq, yəni imtahandan keçəcəksiniz. Yəni, sadəcə olaraq insanın mən biraz egoist olduğunu görürüm, sizi incidir, amma addım gözləyirsinizsə addım olacaq, işdən bir təklif gözləyirsinizsə işdən bir təklif olacaq. Sadəcə olaraq bunu demək istəyirəm sizə. İşləyənləriniz varsa, yəni iş yeriniz varsa, işləyirsinizsə, biraz ehtiyatlı olun. Sanki sizin yüksəlməyinizi, sizin biraz qabağa getməyinizi istəməyən insanlar var. Bunu deyim, ağlınızın bir küncündə qalsın, biləsiniz bunu. Bir də ki, sizin yox. Əgər istədiyiniz bir insan varsa, bunu deyim ki, o qədər istədiyiniz insana bağlı birisiniz ki, yəni düşüncənizdə ancaq o insandır.
Ancaq fırlanır o insan. Bu insanın üzərində bir ağırlıq var. Yəni bu ağırlığı mən əməl demirəm, yəni narahat olmayın. Ola bilsin bəziləri işlə bağlı bir sıxıntıları var deyə üzərində bir ağırlıq görünür. Yəni qətiyyən əmələ bağlamayın. 3-7-3 enerjisi daim sizinlə aktiv olsun, gözəl, dəyərli izləyicim. Baxaq görək 3-cü variantı seçənlər sizi nə gözləyir, nə olacaq, nə yenilik olacaq. Görək. Sevdiyiniz bir insan varsa, mən görmürəm burada. Yəni əslində sizi sevən, istəyən bir insanda prosta dalaşa bilərsiniz. Bloka atma durumları görürəm. Bir də ki, hisslərinizi bağlayıb oturacaqsınız elə bir. Yəni sanki hisslərinizi heç kimlə bölüşməyəcəksiniz. Biraz sıxıntılar yaşaya bilərsiniz. Gələcəyə dair bu düşür. Üçlü zamanda həftənin 3-cü gündə ola bilər. Ayın 10-u 17-si arasında baxırıqsa, ayın 13-ü də ola bilər ki, hisslərinizi ilə bağlayıb oturacaqsınız. Burada daha çox mən hava ünsürünü, hava ünsürü yox, od ünsürünü görürəm. Qoç, şir və oxatan bürcü. Əgər bu bürcdəndirsə, videom sırf sizə aiddir. Yəni bu 3-cü variant sırf sizə aiddir. Ola bilsin sizin öz bürcünüz, yüksələn və ay bürcünüz bu bürcdən ola bilər. Yəni bir dalaşma durumları ola bilər. Bu padruqanızla da ola bilər. Yəni biraz elə bir sözünüz düz gəlməyəcək, konflikt yaşayacaqsınız. Ümumiyyətlə sizi biraz hisslərinizi bağlayıb oturan bir vəziyyətdə görürəm. Əslində çox baxımlı, özünə fikir verən, özünə hörmət edən bir insansınız. Sadəcə olaraq bu həftəmiz biraz belə keçəcək. Yəni biraz elə bir hisslərinizə necə deyim, ara verəcəksinizmi deyim. Yəni qarşınızdakı insan sizi incidəcək deyə hisslərinizi bağlayıb oturacaqsınız. Elə bir ki, gələcəyə dair bəzi planlarınız var idisə, bunun üzərindən xətt çəkəcəyimiz kimi görünür. Ola bilsin bu insanla da bağlıdır, işlə də bağlıdır ki, biraz elə bir depressiya kimi bir şey. Amma qısa bir müddətlik olacaq, sonra keçəcək. İşdən xəbər gözləyənlərimiz üçlü zaman dilimində xəbər gələ bilər. Sadəcə olaraq sizi qane etməyəcək. Bunu da deyim, biləsiniz. Belə, qısa olduğunun fərqindəyim, amma əsas odur ki, məlumatları verdik. Məlumatları aldınız, qəbul etdiniz. İnşallah ki, yaxşı olanlar həyatınızda aktiv olacaq. 3-7-3 enerjisi ilə uyumlanırsınızsa, zaten aktiv olmama ehtimalı yoxdur. Videom izləyicilərimə aid. Kənar şəxslər gəlib izləyib də sonra məni abunəçilikdən çıxardısınızsa, videom sizə aid deyil. Yalnız mənim sadiq izləyicilərim, videolarım sizə aiddir. Videolarımı bir də bəzən çox soruşursunuz Instagramdan. Zamansız zamanı olaraq niyyət alıram. Həftəlik açılımlarda düzdür, mən qeyd edirəm zamanı. Məsəl üçün 10-17 mart. Amma qalan videolarım var ki, onlar zamansız zamanı niyyət alındığı üçün istədiyiniz bir zaman girib izləyə bilərsiniz. Əsas odur ki, variantları unutursunuzsa, misal üçün bugün birinci variantı seçmişsinizsə, bir həftə sonra, 10 gün sonra, 20 gün sonra izləyirsinizsə, əgər unutmuşsunuzsa hansı variantlarda nə çıxdığını təbii ki, izləyə bilərsiniz. Sizi çox istədiyimi, sizi çox sevdiyimi unutmayın. Həyatınız hər zaman ürəyiniz istəyən kimi keçsin. Yaxşı ki, varsınız. Öpürəm hər birinizi, sağ olun.